Ağcabat 1997-ci il avqustun 14-ü dünyaya gəldi. Evimizdə 3-cü oğul idi, dünyaya gəlirdi. Ağcabat elə gəlişi ilə fərqliliyə başladı. Çünki onun təmiz danışmağı, tez danışmağı, özünə uşaq yaşından bir gözəl xüsusiyyəti var idi. Ona hər kəsin ona hörmət eləmək istəyi. Bilmirəm bu onda hardan yaranmışdı. Hər kəsin ona hörmət eləməyini istəyirdi. Böyüdü, məktəbə getdi. Düzdür, Ağcabat məktəbi demirəm, o cür əla da oxumasa, amma tarixini çox gözəl bilirdi. Bu his, məhəbbət də onda hardan idi bilmirəm. Bax, insan mənə elə gəlir ki, öz ailəsini istəməsə, öz evini istəməsə, bax, ümumilikdə vətəni də sevməz. İnsanda sevgi ailədən başlamalıdır. Bax, ailəsini sevirdi. Həmişə mənim üçün bir arzusu var idi. Uşaq vaxtından bir arzusu var idi ki, anam, səni bir gün xanım edəcək. Xanım olacaqsan sən bir gün. Mən əslində həmişə ondan gözləyirdim. Çünki çox ağıllı idi, hesabını çox gözəl verdi. Az yaşından işləməyə daha çox üstünlük verdiyinə görə mən onda bu xüsusiyyətləri görürdüm. Və bir gün həqiqətən də onu mənim xanım edəcəyinə inanırdım. Amma belə yox. Yəni bu şəkildə xanım edəcək heç ağlıma gəlmir. Hobbisi çox idi, gəzmək, qarış-qarış Azərbaycanı gəzmək. Ne deməkdir? Qarış-qarış. Biz bir yerə, hansısa bölgələrin birinə gedəndə mənə çox aparırdı, tez-tez aparırdı. Həmişə deyirdi, mən dərzi işləyirdim, çox işləyirdim. Bir qanı sən çox işləyirsən, arada bir dincəlmək də lazımdır. Nə gözəl ki, biz onunla çox Azərbaycan bölgələrini çox gezmişik. Onun Azərbaycan bölgələrində mənə elə gəlir, gezmədiyi yer qalmadı. Onun gezmədiyi yer Qarabağdır. Onu da son nəfəsində də olsa gördü. Onun əskəri ilə danışım. Deməli, o Murovda xidmət edir. Biz doğrudan çox narahat olduq. Bizə dedilər, Allah, Murov çox pis yerdir, onu oradan düşürdün, danışın. Mən onunla danışdım ki, Ağcabat, biz atom yanmaya gəlir, səni oradan düşürdəcək, orada deyirlər, çox ağır bir yerdir. Biz anı, səndən bir xahiş eləsəm olar. Ataya deyinə heç kim ağız açmasın mənim barəmdə. Mən buradan düşmək niyyətində deyiləm. Mənim cənnətimə toxunmayın, bura cənnət də bilirsiniz. Murovu o qədər təriflədi. Artıq mən də inanmışdım ki, Murov doğrudan da belə bir gözəl yerdir. Mən çox sorular bildim ki, Murov belə də bir gözəl bir yer deyil, amma gəlin indi Ağcabadın gözü ilə baxaq Murova. Bax, sevgini danışdım, çox az danışdım. Onun sevgisindən çox az danışdım, onun sevgisindən danışmaq mümkündür. Yəni, bir insanın canına bu boyda sevgi necə Allah yerləşdirmişsə bilmirəm. Hər kəsi kömək eləməyi çox sevirdi, bu eşqlə yaşayırdı. Heç kimin əzilməyini, heç kimin yıxılmağını sevmirdi. İnsanlara yaxşı yola çəkməyi çox sevirdi. Həmişə bir tanıdı, tanımadı. Bir məktəbi uşağı görəndə mən dərzi işləyirdim, məktəbin yanında işlədiyimə görə çox tez yanıma gəlirdi. Balaca uşağı görəndə, məktəb uşağı görəndə onun qabağında əgilirdi, otururdu, uşaqdan kiçik görünməyə xoşlayırdı. Uşağa ancaq oxu deyirdi, ananın əziyyətini yerə salma deyirdi. Oxu, oxu, bizə savadlı uşaqlar lazımdır. Çünki özü bilmirəm, demirəm tam oxumamışdı özü. Amma hər kəsə bunu məsləhət görürdü. Onda olan sevgiyə mən hərdən çox heyran qalırdı. Məni yaşadan onun varlığıdır. O var və mənim yanımdadır. Bilirsiniz, ölümün gözünə dik baxmaq, bax, mənim oğlumdur. Və mən oğlumu çox sevirəm, sevinirəm və fəxr edirəm. Fəxr edirəm ki, mənim bu oğullar ki, ölümün gözünə dik baxdılar, Xocalının acısını, ağrısını bizim canımızdan sildilər. Canımızdan sildilər. O ki, ruhumuzdan sildilər. Bax, o oğullardan birinin anası mənəm. Və mən həmişə o ilə fəxr edirəm və bir ömürdə fəxr edirəm. Döyüş başlayan günü elə bil ki, o həyətdə iş görürdü. Evdeydi o gün.
Televizorda gördüm. Səfərbərlik. Şimdi dondu qanım. O qanım dondu belə. Əslində bu bizə səfərbərlik çoxdan arzuladığımız bir arzu idi. Amma ana idim axı istər-istəməz qanım dondu ki, səfərbərlik. Arzuvad içəri girdi, amma nə edirsən? Dedim, heç çay içirəm. Dedi, qoy mən də çay içirəm, gəlim. Gəldi, dedim, Ağacavad. İndi deyə də bilmirəm. Bilirəm ki, könüllü yazılmışdı. Artıq o vaxta qədər Ağacavad da, Obra oğlumda könüllü yazılmışdılar. Mənim nə qədər danışığım olsa, nə qədər desəm də ki, axı, sənin üçün xəbər gəlmir. Dedi, ana, mən niyə gözləməliyəm? Mənim üçün xəbər gəlmir. Mən xəbər gözləməliyəm. Qaçdı, getdi. Evde komisarlığa. Qardaşına zəng vurdum. Qardaş da gəldi ki, yox, o sərf edeyim, mən gedib qaytararam o dala. Getdi. O da gedəndən sonra girdim, gördüm, o da hərbi biletini aparır. Baxmayaraq ki, o da mənə demir ki, mən də gedirəm. O da hərbi bilet, amma onu aparmadılar. O geri qaytardı. Bir də yadımdan çıxdı ən məşhur söz. Atamın Ağacavada yola salanda dediyi söz. Ona dedi, ama oğlum, mən sənə bir söz deyirəm. Gündən olan yerdə küreyindən yara alıb gəlmir. Mən elə oğul istərim. Elə dediyi kimi sinəsindən yaralanır. Onun dediyi kimi. Düz ata bu dərdi dözmədi. Sanmadı. Amma kişi kimi də qəbullandı. Heç sesini çıxartmadı da ses səmizdir bu dünyada görüşdü. Ağacavadın ili başa gələnə qədər ata da vəfat etdi. Dözmədi. Günü gündən şam yeməlidir. Amma bir dəfə də şikayət edəmədi kimi deyil. Əlbəttə ki, o cür kişinin oğlu elə də olmalı. Mən Füzuli alınanda zəng vurdu, dedim, Ağacavad gözün aydın Füzuli alınır, bir də doğrudan alınır. Dedim, başa düşürsən, haradasan deyim, Füzuli alındığımdan xəbərim yoxdur. Dedim, nə bilim, götürüb bizi boşaldıblar bura. Bizə heç də demirlər. Dedim, yaxın necə mümkündür, sənin yaşadığın yerdə telefonum yoxdur, televizorum yoxdur. Ay, yox, deyib, burada elə şeylər yoxdur, deyirdi. Bizə məşq edirlər, qaçırdılar, ora, belə. Dedim, onda deyim sənə, mən deyim, görsən ki, Füzulini alınıb. Bu, nə yaxşı, çox gözəl, gözün aydın olsun. Ay, gör, qabaqda necə oğlanlar. Amma sonra bilmişim ki, Füzulinin alınmasında iştirak edir. Mən onu çox sonra bilmişim. Şəhid olandan sonra bilmişim. Mən onun barəsində, döyüş yolu barəsində sonra Müdafiə Nazirindən eşitmişəm, döyüş yoldaşlarından eşitmişəm. Hepsini gəlmədi. Siz ondan söz ala bilməzdik. Ümumiyyətlə, onlar elə bir xarakterdə böyümüşdülər. Atalar da elə idi. Heç var. Onlardan söz ala bilməz. Bir ayda olan sözü ilə danışmazdı. Onlar da onların xüsusiyyəti və xarakterləri. Ona görə mən onu ancaq döyüş yoldaşlarından belə danışanda eləyəndə eşitmişəm. Belə, özü heçsinə, müharibədən heçsinə. Mən ona bir dəfə, ancaq bir dəfə, axırıncı dəfə, oktyabrın 21 idi zəng vurdu. Dedim ki, soyuqlayıb. Bir dənə onun da dediyi söz kəlmə döyüşdən dediydi, o da döyüşdən demədi. Ya dedi, amma yaxşı düşmüşdü. Bir dəfə onda şikayət kimi. O da dedim ki, sesin yaxşı gəlmir, nəsə soyuqlamısan. Dedi, ana yaxşı düşmüşük, amma demədi ki, ana torpaq üstə yatmışıq. Sonra mənə döyüş yoldaşlarım. Mən də bir gün, bir saniyə, bir dəqiqə Ağacavadın şəhid olacağını deyəcəyini gözləyirəm. Hər an, hər saniyə. Hər saniyə, heç kim mən salam verə bilmirdi. Elə bilmirdim bu dəqiqə o xəbəri verəcək. Heç kim mənə dindirə bilmir, telefonuma zəng gələ bilmir. Evdə heç kim telefonuma zəng gələ bilmirdi mən. Mən ancaq şəhid xəbərini gözləyirdim. Günü-gündən də kəndimizə çox şəhid gəldi. Həssiz kəndimizə də oradan çox şəhid gəldi. Onlar gəldikcə də artıq bir gün mənim qapıma bu xəbər gələcəyini gözləyirdim. Və bir gün də gəldi. Avqust, oktyabrın 25 idi. Artıq mənim əlim hər yerdən üzülmüşdü. Üzülmüşdü deyəndə ki, bilmirəm. Ancaq nəsə ürəyimdə bir hiss var idi. Bəlkə də bu ana olduğumdan idi. Mən onun şəhid xəbərini gözləyirdim. Bir ayın 25-i idi, gün orta. Artıq Ağacavad bir neçə gündür zəng vurmurdu. Müharibənin çox qızğın vaxtları idi. Mən bacıma zəng vurdum ki, bacım oğluna tapşırım ki, mənə bir quzu alsın. Dedi, quzum, neymirsən? Dedim,
Deyirəm qurban deyim, Ağacaqdan yaralı gəldiyi günə qurban deyim. Bilmirəm, bəlkə də içimdəki o xəbəri o ki dolmuş deyə o xəbəri gözləyirəm. O hissi yanıltmaq üçün nə üçün istədiyim, özü də israrla istəyirdim ki, bir quzu alsın ki, qurban deyim, onun yaralı gələni. Artıq onun yaralı gəlməyini istəyirdim. Bir də Ağacaqda da aynı yeri mənimlə danışanda, ana evləri yığışdır, niyə yığışdır deyirdi sözün. O gələndə evləri tökmüşdük. Bir təmir eləsin, eləmədi. Etdi. Bir də ana evləri təmir elədi. Düzdür, məndə o ağlı qoymamışam, mən evi təmir edəcək ağılda deyiləm. Bir nə danışırsan, evlər elə qalıb, dedim, bir də ev yoxdur, təmir eləməsəz də evləri yığın yerinə hər şeyi. Ola bilər mən 1-2 günə gələrəm. İnanın 1-2 günə aynı 21 danışmışam. Artıq aynı 25-dir. Mən də o dediyi kimi yığış edirəm ki, Ağacaqda gələcək. Mənə deyib gələcək. Elə həyətə qədər sürmüşdüm o günü, inanın. O günün onun gələcəyini gözləyirdim. Axşam yuxumda darışdım. İnanın, sən demə küçə doludur adamdan, heç kim içəri girib ürək eləmir. Mənə söz verir. Bilirsiniz ölümün gözünə dik baxmaq nə deməkdir? Mən döyüşdə olan, mən ondan sonra çox çalışdım ki, döyüşdə olan oğullarla söhbət edeyim. Şahidlərimizlə, qazilərimizlə söhbət edeyim. Və mən bir şeyin şahidi oldum ki, onlar çox çətinlik. Torpaqlar hərəbələrdə olunmuyor. Qanlarından keçib, ölümün gözünə dik baxır. Və mən həmişə fəxr eləmişəm, bir ömrüm boyda fəxr edəcəm ki, o oğullardan birinin anasından mənəm. Mən onun varlığı ilə fəxr edirəm. O bugün də mənim yanımdadır. Bilmirəm, sizi inandıra bilirəm ya yox. İnsanın həm yoxluğu, həm varlığı nə deməkdir? Görün, onlar nə boyda oğul olublar. Bilirsiniz nə boyda da onlar. Onlar hamısı var. Mən buna çox inanırım. İnanın, mən yanımda olmağını da hiss edirəm. Bax, hal-hazırda yanımızdadır. Mən bunu hiss edirəm. Mən fəxr edirəm. Ağacaqda kimi bir oğlun anası olmağı ilə fəxr edirəm. Onsuz öləcək də, kim qalacaq ki bu dünyada? Mən də öləcəyəm, hər kəs öləcək. Kişi kimi yaşadı, əsl kişi. O kişilərdən birinin anasıyam, mənəm. Ucalsın bayrağımız, zəhmətin gitməsin hədər, vətənə layiqsən əskər. İsti ocağın indi olubdu səngər. Allah bəxş edibdi sənə böyük hünər. Açılacaq bir gün günəşli bir səhər. Ordumuz çalacaq mütləq böyük zəfər. Ordumuz çalacaq mütləq böyük zəfər.